Misir yaşıl zəmilərlə, faydalı bitkilər və nemətlərlə dolu zəngin bir diyar idi. Böyük Nil çayının suları Misirin zəmilərini, bağ-bostanlarını suvarırdı. Firon və Misir əhli Nil çayının ruzi mənbəyi hesab edirdilər. Bu ruzini onlara Allah vermişdi. Nil çayı da Allahın əmri ilə axırdı. Lakin onlar Allahın verdiyi bu nemətlərə görə şükür etmirdilər. Meydanda baş tutan sehir yarışmasından sonra İsrail oğullarına qarşı zülmlər daha da artmışdı. Firon Musaya inananları zindana salıb onlara işgəncə verdirirdi. Allah yer üzündə zülm edənləri sevmir. Ona görə də Allahın istəyi ilə günlərin bir günü göy üzündən bol yağış yağdı. Nil çayı coşub daşdı. Qorxulu bir sel taxıl zəmilərini batırdı. Əkin sahələrini yuyub apardı. Bir qədər sonra Misirin gözəl bağlarına çəyirtkə sürülərinin axını başladı. Onlar taxıl zəmilərini, bağ-bostanda əkilən bütün bitkiləri yedilər. Hətta insanlara belə daraşırdılar. Fironun əskərləri onları məhv etməkdə aciz qaldılar. Firon hələ də insanlara zülm verməyə davam edirdi. Çox keçmədi ki, Nil çayında minlərlə qurbağa çıxaraq şəhər və kəndlərin küçələrinə, evlərə, hətta insanların qab-qacaqlarına və yataqlarına doldu. Misirlilər sel basqını, çəyirtkə, qurbağa təcavüzündən sonra gənələrin basqınına məruz qaldılar. Gənələr onların döşəklərinə, paltarlarına və saçlarına daraşmışdı. Günlərin bir günü Misirlilər Nil çayından su götürmək istədikdə su əvəzinə qan gördülər. Bütün bu bəlalar Misirlilərin yuxularını da qaçırmışdı. Misirdə yaşayan və Musa ilə eyni tayfadan olan Qarun adında çox zəngin bir adam vardı. Musa ilə həm tayfa olmasına baxmayaraq onların dediklərinə iman gətirmirdi. Hətta həm tayfası olan İsrail oğullarına da əziyyət verirdi. Onun sərvətinin həddi hüdudu yox idi. Allah ona elə xəzinələr vermişdi ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qızılı, mal və mülkü o qədər çox idi ki, saymaqla bitməzdi, xərcləməklə tükənməzdi. Onun xəzinəsinin dəyərini nə özü, nə də yaxınları bilirdi. Bütün bunlara baxmayaraq, Qarun qəlbən kasıb idi. Çünki Allaha inanmırdı, mərhəməti və şəfqəti yox idi. Mal dövlətinə güvənib, insanlar arasında məğrur gəzirdi. Firon kimi o da hər kəsə əziyyət verirdi. Bir gün Musaya inanan Misirlilər zalım Qaruna nəsihət vermək istədilər. Ona: Öyünmə, Allah öyünənləri sevmir. Dünyaya aldanma, mal, mülk gəlib keçəndir. Sənə mal, mülk verən Rəbbinə qulluq et. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. İnsanlara zülm etmə. Dedilər. Qarun isə cavabında dedi: Bu mülk mənə, məndə olan biliyə və fərasətə görə verilmişdir. Zalım Qarun onu doğru yola çağıranlara qulaq asmadı. Ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri Allahın daha öncə necə məhv etdiyini bilsə də qüruru onu aldatdı. Qarun həmişə qızıl və bahalı daş-qaşla bəzədilmiş geyimdə gəzirdi. Onun gözləri qamaşdıran görünüşünə və geyiminə aldanan bəzi adamlar Kaş ki, biz də onun kimi varlı olardıq, deyə ah çəkirdilər. Ağıllı olanlar isə Qarun kimi varlı amma mərhəmətsiz olmaqdansa, kasıb amma Allaha inanan və mərhəmətli insan olmaq daha yaxşıdır, deyirdilər. Bir səhər insanlar oyandılar və Qarunun saymaqla bitməyən sərvətinin yaşadığı sarayı ilə birlikdə yerə batdığını gördülər. Kaş ki, onun yerində olardıq, deyənlər artıq Qarun kimi olmağı arzulamışdıq, amma indi o sərvəti ilə birlikdə torpağın içində batıb. Yaxşı ki, onun kimi olmamışıq, deyirdilər.